Məsələ 7. Deməli, burada verilib 1.234.567 ədədinin rəqəmləri ilə neçə 5-ə bölünən 5 rəqəmli natural ədəd yazmaq olar. 5 rəqəmli ədədin ilk 4 rəqəmi təkrarlanmır. Bizə verilib ədəd 1.234.567. Bundan biz 5 rəqəmli ədəddə düzəltməliyik ki, 5-ə bölünsün. 5-ə bölünmə əlaməti belədir. Sonu 0 və 5 ilə qutaran ədədlər 5-ə bölünür. Burada da 0 iştirak eləmir. Deməli, 5-ə bölündüyündə əmr ədəd olacaq A, B, C, D, 5. Burada 7 rəqəm var. Bizdə 5 rəqəm, 5 artıq iştirak elədi. 5 qaldı 6 rəqəm. 6 rəqəm 5 rəqəmlə də düzəltmək üçün biz seçim eləməliyik 4 rəqəm, A, B, C, D-ləri seçimini. Rəqəmlər təkrarlanmadığından təkrarsız aranjemanın düsturundan istifadə edirik. Aranjeman n-dən k bərabər d faktorial bölünsün n minus k faktorial. Onda bu seçim olacaq aranjeman, bizdə 6 rəqəm qalmışdı, 5 istifadə olunub. 6-dan 4, bu bərabərdir 6 faktorial. 6 çıxaq 4 faktorial, bu da bərabərdir 2, 3, 4, 5, 6. 6-dan 4-ünü çıxanda 2 faktorial 2, 2'lər ixtisar oldu. 3 dəfə 4, 12, 5 dəfə 6, 30. Bu da bərabərdir 12'nin 30 dəfəsində 360. Beləliklə, tapdıq ki, həmin düzəldilən bu məsələnin şərtini ödəyən 5 rəqəmli natural ədədlərin sayı 360'a bərabərdir. Yəni 360 dənə 5 rəqəmli 5'ə bölünən ədəd düzəltmək olar.